Sumqayıt şəhər Heydər Əliyev mərkəzində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Elgün Abbaslının doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, şəhər ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçıları şəhidlərin müqəddəs ruhu qarşısında baş əyərək, onların keçdiyi şərəfli döyüş yolunun heç vaxt unudulmayacağını bildiriblər. Çıxış edənlər Elgün Abbaslının göstərdiyi qəhrəmanlıqdan, onun döyüşdəki fədakarlığından və vətənə olan sonsuz sevgisindən danışıblar. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi, şəhidlərimizin xatirəsini əbədiləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Elgün Abbaslı kimi igid vətən övladlarının xatirəsi xalqımızın yaddaşında daimi yaşayacaq. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.